İstanbul vlogunu açıq elan edirəm. Amma biraz deyinəcəm videonun başında. Çünki Antalya'dan bura Pegasus'la gəldik. Pegasus çox pisdir. Həmişə Azandan uçmuşam və Fly Dubai ilə uçmuşam da. Bu silkələnir bildiyiniz, çalxala. Bir də çamadan qırılıb. Əvvəzində də bunu verdilər. Nəysə, başda belə bir narazıçılıq eləmək istədim. Gəlmişdim Kapalı Çarşını gəzməyə və heç bəyənmədim. Videonun başında nəsə belə negativ şeylər danışıram ancaq. Hava da pis donsuz da. Bəyənmədim İstanbulu. Bəyənirəm İstanbulu. Amma ki hava çox yağışlı və kapşonlu heç bir şey gətirməmişəm. Zontik almışam. Zontik göstərənə qədər də canım çıxdı. Kapalı Çarşı bildiyiniz 28 manat keçididir, amma daha bahalı versiyası. Amma görüntü olaraq qəşəng. O heç. Ad günü kombinimi tapdım. Bunu da Zərşə. Bu İranaya. Bu Rəhimə. Nəsə fikir verməyin mənə. Psixologiyam yaxşı deyil deyəsən. Belə olacağını düşünməmişdim. Belə yağışlı və əyləncəsiz. Burada qəribsədiyim bir şey var. Məsələn, düzdür, bizdə də bazarlarda arabaçılar falan var. Amma arabanı sürürlər də. Burada insanlar ağlı başlı bellərində daşıyır və çoxdular. Biraz qəribsədim də oradan da. Görməmişəm deyə bizdə. Hansı dövrdə yaşayırıq ki? Bunu biraz asanlaşdırmaq olar məncə bu işi. Bu video biraz şey andıracaq. Mənim ilk İstanbul videom var deyə çox belə görməli, yersiz falan. Yəni boş bir videoda. Amma mən deyəsən artıq YouTube'un başını buraxmalıyam. Antalya'da da çox qəşəng bir video çəkə bilmədim. Burada da çəkə bilmirəm. Çünki hava uyğun deyil burada da. Nəysə bazardan Kapalı Çarşıdan gəldim otelə, yatdım 4 saat amma. Gecə yatmamışdım deyə. 4 saat yattım, durdum. Sonra çıxdım biraz ətrafda defakto falan var. Defakto o qədər lağ edib artıq defaktodan yeyirəm. Defaktodan sabaha kombin hazırladım. Sonra yağış başladı yenə. Ki dayanmayıb onsuz da, inadla dayanmır. Sonra yenidən otağa getdim. Suyum qutarıb, bəzi ehtiyaclarım bitib deyə çıxmışam yenə market axtarıram və oteldən soruşdum, dedilər sizdə hamısı bağlıdır. Amma qabaqda baxa bilərsən. Nəsə çıxmışam yenə də baxmağa. Taparam inşallah. Nəysə gəlin ətrafı göstərim sizə. İstanbulun klassik küçələri, serialda gördüyümüz. Yəni küçələr belədir. Harda qalırdım mən? Beyazıtda, hə. Fatih ilçesi. Fatih Ürek efendim ben. Fatih! Seda Sayan'ın səsi var ya, Fatih. Sabahınız xeyir. Düzdür, sabah deyil, saat 1-2 oldu. 2'ymiş. Amma yeni oyanmamışam əslində. Səsim yeni oyanmış oxşuyur, amma 2 saatlar elə oyanmışam. Hazırlaşdım, çıxıram gəzməyə. Amma bilmirəm hara çıxım. Bunları geymişəm. Bunları dinən buradan aldım. Çıxıram gəzməyə, amma bilmirəm hara gedim. Əslində birinci yemək yeməliyəm və yəni içməliyəm, kofe falan. O qəsdidir, yəni birinci mədəyə yük daşımalıyam. Mədəyə idi, qarnaydı o. Nəsə fikir verməyin belə şeylərə. Sonra da gəzməyə gedim. Əslində Perapalasa getmək istəyirəm, Beyoğlu'da da o. Mən Beyazıtdayam. Ləmandan da görüşməliyəm əslində. Əslində deyə qaldım. Ləmandan da görüşməliyəm. O da demiş ki, Beyoğlu'nda görüşərik. Amma Ləmanın bugün imtahanı var deyə hələ səs çıxmayıb Ləmandan. Bilmirəm necə olacaq o iş. Ona görə hələ gözləyirəm. Daha doğrusu hələ çıxım gedim bir internetdə yer tapım özümə yeyib içməyə. Orada qərar verərəm hara gedim. Getdik. Bunlar insan arasında danışma. Ay tramvay keçir. Tramvayam var. Tramvay. Deməli metro ilə gəldim Taksimə. Bunların da metrosu maşallah. Eskalatordan doldular. Nə qədər eskalator çıxmışam. 500-dən eskalator çıxmışam yuxarı qalxana qədər. Metronun da aynı qədər gedim bilərsən. Oturdum simit sarayında. Qarnımı doydurdum. Amma internet tapa bilmədim. Ləmanla yazmağa. Hava yağışlıdır deyə. Məsələn, saat elə 3-dür. Amma evi qaranlıq çökülür. Hava solğundur. Sevmirəm belə. Video full negativ deyə. Sevmirəm. Elə oldu, belə oldu. Biraz pozitiv olaq. Kəndinə. Perapalasa getdik. Düzdür. 16:00-a qədər Atatürk'ün otağına icazə var. Yarım saata yaxın vaxtım var satmağa. Amma yaxındır bildiyim qədərilə buradan. Nəsə gedirəm ora. Qaydana da şeyə girmək istəyirəm. Madam nəsə var ya burada bilmirəm. Bu heykəllər falan. Bal mumundan. Mənbə götürdüm də amma yəni bal mumundan. Nəysə, indi ora gedirəm, tələsirəm. Vaxtımı almayın, zəhmət olmasa. Gözlüyüm bir dəqiqə, satmalıyam ora. Bu mahnı ilə bir yaxşı gedir burada gəzmək. Qəti amma fokuslamır ha. Nə siz bildiniz nə hansıdır?
Düzdür, içəridə video çəkilişi icazə yox idi, amma ki, bacardığım qədər çəkdim. Saatdə çiçək pasajını axtarıram. Girdim və bəyənmədim. Əminəm çox önəmlidir mən bunu bəyənməməyim buranın bələdiyyəsi üçün. Amma bəyənmədim. Mən təmizsiz bir yerdə Instagramda gördüyüm ki, daha qəşəngdir. Madam Tussauds'a gəldim. Əgər adını düz deyirəmsə. Bunların mum heykəlləri var ya ora. Görək aydın kazılama var. Mesnevidən dərs aldım. Oldum Mevlana. Burada dayanıb şəklimi çəkəcək heç kim yoxdur. O qədər yalnızam ki. Burada içəri gələndə bunu doğrucu sandım. Çok oxşuyur, ciddi. Əli vura bilərəm dedi. Yo, dəri hissiyatı vermir, amma oxşuyur. Vay, Steve Jobs'a bax. Bu da iş masası. Bu yazdıqlar niyə belə məzələnlər? Yazdığı yeni il köynəyə geyindir. Amma yaraşır ha. Can yanmış hər şey yaraşır. Saçım toplanır, görəsən. İstəmini səndə var. Nədir bu özəlliyi? Bunun yanını niyə eləyirəm? Hələ də anlamamışam abi var da. Özümü şey kimi istəyirəm, Selena Hades. Boş verin, bir şey yoxdur, heç bir esprisi yoxdur. Vay be saat. Ben onu sevinmeyim. Ne şenlidir? Necə kıvansla ben saate oxşuyur. Ben saat tamam eynidir de ben ama kıvansla oxşamağım. Daha doğrusu şeyə behlilər saçdım. Uyuyorum, anlasana. Burada da yaradılma şey var. Görüntüleri. Qəşəng, maraqlıdır. Mənim Spotify playlistim. Michael Jackson'da üstünü göstərisi Barış Manço. Bu kim lan? Ketberi mi? Ola bilər. Atamam. Yazı tanıyımdı bunu. Yox. Zeki Müren'i gördüm. Aa, Murat Boz. O da buradaymış. Görürsünüz. Madonna. Edis. Vay. Necə oxşuyuruq Edis'lə. Yaxından görəm daha əmin oldum. Bizim benzerlik şaka mı? Malum ya asmasın kaldı. Ben de çeker tamam. Ay da gözüm bağlı oldu. O sen olsan bari, sen olsan bari. Vay hoş. Burada hamile değil ama. Beyoncé göre gelmiştik. Şəkil çəkimin yazı acıq verim. Ve Beyoncé yoktu yerinde. Reziller. Farkıma denetmeli. Üzülecek martılar. Dinlettim oyun kökü şarkılar. Sesim ölüm anılarım hatırlar. Sen yoksan ölümden ne farkı var? Taksimin Spider-Man'i. Mən gəndə bunu doğru sandım. Ay Allah, necə oxşuyur. Əl vurmaqlar da. Dəri olaraq oxşamırlar, əlinizə dəfə deyirəm bundan mı oxşamırlar. Bunlar niyə yeni il paltarı geyindim, siz tutanmırsınız. Yüzüme bakın ama. Havaya bir tane falan. Evet.
zəhmət olmasa, şöyle telefonda qalıb. Heykellərdən çıxanda belə aksesuar dükanlar var. Amma aksesuarların müğənnilərlə nə əlaqəsi onu anlamadım. Zontikdə paz oldu bugün mənə. Qəti istifadə eləmədim də. Yesib kimi oturmuşam taksimin ortasında, pulsuz Wi-Fi tutmuşam deyə dostlarıma şəkillər göndərirəm. O da getmir, güclə gedir, pulsuz Wi-Fi nəticə olur. Ayda buna baxın, öldüm. Dostuma şəklimi atıb səs göndərmişəm.我现在在那个我去那个oturduğum yerden yıkıldı. Neyse yalan atma hiç çarpıldım da görürsen. Çox oxşuruq deyən vaxtı buradan sürüşdü. Soğuqdan donurdum deyə defaktodan bir papaq aldım. Hal-hazırda toyuq oğrusuna oxşuyuram amma gedirəm Qalataya. O qədər oturdum ki bomboşuna pulsuz Wi-Fi tapmışdım küçədə. Soğuqda böyük ehtimal sabah qripəm. Amma ki yenə var. Pulsuz internet hər yerdə tapmaq olmur. Gedirəm indi Qalataya. Getdik bir yerdə. Özümə baxa bilmirəm, toyuq oğrusuna oxşuyuram. Ona görə düz baxıram, kameraya baxmadan gəzirəm. Qalatanın yanında qızı şəklimi çəkdirdim. Baxın görün nə qəşəngdir. Düzdür Qalata yoxdur. Amma şəkli bəyəndim. Burada da Bakıdakı adət ənənələrimə sadiq qalaraq ice içirəm mənfəli dərəcə havada. Gəldim otelə. Ay soğuqdan burnum donub. Burnum axır amma su yoxdur çünki donub. Nəysə gedim biraz istilənim. Gecə bəlkə yenə çıxdım. Bu tərəfdə Sultanahmet falan var. Oraya da getmək istəyirəm. Axarıq bir yerdə. Gedim biraz İstanbul gecələrinə atım. Saat gecə 2-dir və yağış hələ də dayanmayıb. Yağış olsa mən gələndən dayanmayıb. Mən artıq qəbullanmışam yağışda. Görüntü keyfiyyətinə görə üzr istəyirəm çünki kameranı götürmədim. Kamera zürük eləmək istəmədim. Dedim gecələrə atım biraz. Böyük ihtimalle deyib korku içəcəm yenə. Gecələrə atma kombinimə baxın amma. Nəysə, kombin göstərmək deyəndə də kim? Mən. Bilməm yine hala gedirəm, düz bizi qoyun kimi gedirəm. Gəldim, oturmuşam otelin girişində. Dedim biraz mahnıya qulaq asım, sonra qalxım. Getdim, kofe içmədim. Əyləndim, gəldim də oradan da. Yeni dostlarım oldu. Son vaxtlar çox sosial olmuşam. Əvvəllər sosial olmuşam. Amma sosial dediyimdə hər zıtlıqla sosiallaşmıram da. Belə bir-birimizi güldürə biləcəyimiz insanlarla sosiallaşıram. Nəsə maraqlı gün keçdi. Saat 6-ın gözədir. 2 metro açılsın elə gələk. Fakirdə. Gəldim, saat 7-dir bu arada. Burada 7-dir. Bakıda 8-dir bu ehtimal. Onsuz buranın saatini yaşayıram. Ya Bakını deyirəm, bilmirəm. Nəsə maraqlı keçdi bu gün. Sabah gedirəm. Amma axşam da uçuş. Gün ərzində Ləmanla görüşəcəm sabah. Bugün görüşə bilmədim, imtahanı var idi. Sabah görüşürük. Sabah deyəndə bu gün də, yəni səhər, artıq səhərdir. Nəsə yatım durum sonra, yuxum var. Düzü danışa bilmirəm. Sanki yuxum olmayanda belə babat danışıram. Nəysə sağ olun, gecəniz xeyrə. Ləmana baxın. Məndən qurtuluş yoxdur. Hara gedirsinsə, oradan hər an çıxa bilərəm. Hər an orada buluna bilərəm. Yəni necə qoymuş olsa elə qalır. Bir insanı mumyalayıblar dedikləri bu olsa gəlir. Mən yoxsa sən. Səni yaydan bu yana qram mı dəyişməz? Daha da cavanlaşıb nə eləyirsin zaman sonra o qədər yaxşı gəldik. Belə oturub dərdləşmək, mühabbət etmək. Ay yenə Ləman sən deməyə bax. Sən təşəbbüs edirəm. Bir sənin bayaqdan açardım kameranı. Vay yenə. Yəni o qədər yaxşı gəldik ki, səbirsizlə martı gözləyirəm. Söz verir ki, martı təkrardan gələcək yəni. Verdiğim sözü unuttum ama o dəqiqə. Boş ver, mən martdayım. Qoymamı izləyəndə sən martda göndərsin təkrardan. Postalasın məni. Seviyorum. Laman dəyişib amma uğurların üstünə uğurlar əlavə oldu. Ay teşekkür. Verilişin adı yadında deyil, verilişin adı neydi? Mevzular açmıyorum. Bir an mən də unuttum. Qoyacağım indi o kadrı bura. Buyurunuz.
Cumhuriyet'in 100. yılını kutluyorum. Ben Leman Kerimli. Sorum 3. gözden objektif olarak sormak istiyorum. Ben yabancı uyrukluyum. Aslen Azerbaycanlıyım. 4 senedir Türkiye'de yaşıyorum. Kızın telaffuzuna dikkat et. Ha, Yani Bakın. seslileri YouTube'da rezil etmiyor vallahi. Vallahi değil mi? Numune, Güzel numune. 4 sene de burada. Yani tabii Azerbaycan'da konuşulan Türkçe kendine has bir diyalekt. İlber Ortaylı ilə Evet, digər kişinin Celal adını deyil. Şengör. Onlara verdiği sual mükemmel idi. Teşekkür Ama ederim. cevaplar da çok mükemmel idi ha. Evet, hayatımdaki bütün şansımı İlber Ortaylı'yla muhatap olarak geçirmiş olabilir. Çok şeydiler ama ve sert bir mizahları var. Sert bir mizahları var. Çok linçlendim. Sırf orada böyle direkt hayır dediği için sanki Atatürk düşmanıymış zannedildim. Bir de kökenimden dolayı şey elədim ki yabancı uyruğu demişəm. Yabancı uyruğu değilim, Türk'müş. Ben burada insanlara Ay, söylemedim bizimkiler ki öldür abartmağa. yani yabancı uyruk insan doğup büyüdüğü yerdi. Köken ise Yani de. Türk'üm. Yani köken olarak Türk'üm. Yani sonra İlber Ortaylı'nın dediği gibi cahile sohbeti kestim deyip hiçbirini cevaplamadım tabii. Haklı olarak. Cahile söhbəti kesti artık Aynen, ona göre Eksinə də başqası. Keçən dəfə şey təkrarlandı deyə Bürcdən danışdıq, X-dən danışdıq, Arjun Eroya'dan danışdıq. Keçən dəfə eynisi olmuşdu, bax yadımdadır. Toplayırıq. Sonra yine de en konulardan danışıp bilgilenip ayrılıp tekrardan görüşmeyi gözlüyoruz. Vallahi yeni şeyler gözləyirik. Onca Mart'a görə Evet, Mart'a kadar yeni şeyler eləyib tekrardan bir araya geldik. yeni X-lər, yeni Arjun Eroya temaları Yeni uğurlar, Bürcdən yeni bağlı şeyler. eynən. Bizde. Bekleyin, biz de izlemede kaldın Nicat'ı. Yeniden görüşeceğiz. Ləman mən özdə hədiyyə alıb evdə göstərərəm. Ay, mən deyənə bax, özü mənə elə qəşəng hədiyyə alıb ki, axşam paylaşacağım. Sanki sən deyəsən deyə mən də dedim. Salak. Ne alakası var? Ama hakikaten çok değerli bir hediyeydi. Uzun müddet elə bir şey gözlüyordum Çok ve sağ ol. istiyordum ki Nicat'ın dikkatçiliği zaten yani anlatılmaz yaşanır isimli bir Kövrəldim. çalışmadır. Mən bir də ağlayanda metroda və avtobusda ağlayıram. Ağlama Bir də sakın. metroda ağlayacağım. Sakın ağlama. Amma burada çox rahat bir video çəkirəm. Bax, heç kimə utanmadan düppəli çəkirəm. Bakıda bunu çəksəm var, utancından yerin dibinə girərəm. Yaradası insanlar yoktu ve Vallahi insanlar bakan burada yoktu. alışıplar çünkü. Yani kameraya alışan bir ülkeden bahsediyoruz. İnsanlar Vallahi. çünkü çekiş normal bir şeydi bu ülkede. Kaş bizde böyle yani olsa. bizdekiler kimi şey değil işte niye çekirsen, niye ben çektin. Yani Sil. her şey olabilir, her sil. Yani sanki insanla bir topluluk alanına çıkmırmış gibi bir kompleks ama Allah pasır yağda görünür də. seni Türkiye'ye geri kazandırmalıyım. Mütləq. Azərbaycan bir nicat itirməlidir, amma Türkiyə qazanmalıdır. Eynen, katılıram sana. Nəysə, metroya minirəm, sağ olun. Ləman da sağ olun. Özünüze yaxşı bakın, Nicat'ı izlemede kalın. Önümüzdeki zamanlarda daha geçen şeyler olacak. Ləman da YouTube kanalı artıq aktiv işlədir, onu da qoyacağım bura, mütləq izləyin. Özünüze yaxşı bakın. Sağ ol. Mən niyə sağ olaşam, mən də sağ olaşmıram, birazdan sağ olaşacağım.